Şah İsmailin və Qızılbaşların həyat yoldaşları yarım köçəri həyat tərzi sürdüklərinə görə ərləri ilə bir yerdə döyüş meydanında olublar. Və Şah İsmailin həyat yoldaşı Taclı bəyim də kişi paltarında digər Qızılbaş xanımları kimi döyüşüblər. Azərbaycan türk xatunlarının yəni kişi kimi döyüşməyindən Sultan Səlim belə riqqətə gəlir. Yəni bunların qadın olması bilirsiniz nə vaxt bilinir? Yəni şəhid olandan sonra, döyüş meydanında şəhid olub dəbilqə başdan çıxanda Osmanlı əsgərləri görürlər ki, bunlar qadın imiş. Hamısı xatundur. Və Sultan Yavuz Səlim əmr edir ki, bunları belə deyək, müsəlman qaydası ilə ədəb-ərkandan dəfn eləyin. Şah İsmailin həyat yoldaşı döyüş meydanında olub, bəli, amma əsir düşməyib, nə də Şah İsmail döyüşdən qaçmayıb. Şah İsmail döyüşdə Çaldıran döyüşündə döyüşü arxadan idarə eləmirdi. Şah İsmail həm də sərkərdə idi, ordunun önündə döyüşürdü. Həmçində Şah İsmailin xanımı ordunun önündə döyüşürlərdi bunlar. Və Şah İsmail döyüşdə, qılınc döyüşündə qalib gəlir. Yalnız top atəşində Qızılbaş ordusu pərən-pərən düşür. Yəni təsəvvür, yəni belə deyək, siz qılıncla döyüşürsünüz, sizi avtomatla gülləbaran eləyirlər. Şah İsmailin sərkərdələri şəhid olurlar. Hüseyin bəylərə və s. və ilə axır. Yəni Şah İsmaili böyüdən, Şah İsmaili uşaqlığından himayə edən şəxslər şəhid olurlar. Və Şah İsmail affekt halına düşür, affekt halı, yəni özündən çıxır, özünü idarə eləyə bilmir. Qılıncla, topun zəncirinə onda zərbə vurur da Şah İsmail. Onda zərbə vurur, topun riqqətə gəlir, affekt halında. Qılıncla zərbə vurur topa. Və yaralı Şah İsmaili döyüş meydanından sürüyərək çıxardırlar. Şah İsmaili çıxardırlar. Yəni Şah İsmail döyüş meydanından qaçmayıb. Şah İsmaili döyüş meydanından sürüyərək çıxardırlar. Təsəvvür eləyin, məsələn, Azərbaycan əskəri döyüşür döyüş meydanında. Komandiri də öndədir. Aleyküm salam, Hacı Qapıl. Komandirlə bir yerdə döyüşürlər. Və bu döyüşçülər, Azərbaycan əskəri döyüşür. Və təsəvvür eləyin, və mühasirəyə düşür. Gülləbaran olunur da. İndi bizim zabitlərin, bizim əskərlərin yaralı komandirlərini döyüş meydanından çıxartmaları döyüşdən qaçmaqdır.